Etsy'də bir həftə boyunca satış elədim və milyonlar qazandım. Məncə hamınız bu tip girişləri olan videoları görmüsünüz. Mənim keşfətim bu ara full bunlardan ibarətdir. Dropshipping eləyənlərmi, Etsy'də satış eləyənlərmi, hamı çox böyük pullar qazanır sözdə. Görürsən həqiqətən belədir. Bu seridə bir həftə boyunca Etsy'də satış eləyəcəm və bununla nə qədər pul itirdiyimi və qarşılığında nə qədər pul qazandığımı göstərəcəm. Çünki Etsy'də məhsul yerləşdirmək pulsuz bir şey deyil. Bunun üçün kiçik bir sərmayə ayırdım, olsa bir həftəlik bir şeydir deyə və bir həftə boyunca həqiqətən pul qazana biləcəmmi? Bunu yoxlayacağıq. Çünki bildiyiniz kimi Etsy'də bu dəqiqə rəqabət çox yüksəkdir. Və bu Etsy'nin gözəlləməsini eləyən, reklamını eləyən kanallar bizim ümidlərimizlə mi oynayır, yoxsa həqiqətən çox böyük bir pul qazanma imkanı var və biz gənclər bunu qaçırırıqmı? Yoxsa milyonlar həqiqətən burada milyonlar mı aparır? Daha geniş bir şəkildə məlumat almaq istəyirsinizsə, market burada, daha doğrusu mağaza burada necə açılır, reklamı necə giririk, məhsulu necə hazırlayırıq və s. və ilə axirətlə bağlı bunlar hamısını YouTube kanalımda çox geniş bir video şəklində izah eləyəcəm. Hətta 1-2 video şəklində də eləyə bilərəm. Çünki bayağı detaylı izah eləyəcəm. Çünki Türk dilində və Azərbaycan dilində yetəri qədər qaynaq yoxdur ki, bunları oturub araşdıra biləsən. Qalmışam ingilislərin əlində. Amma mən sizin üçün bu komfortu yaradacağam. Siz də məni takib edib dəstək olsanız çox sevinərəm. İlk işimiz bugün nədir? Biz Etsy'də bugün mağaza açacağıq. Bu işdə əsas 3 köməkçimiz var. ChatGPT, Canva və Adobe. Demək ki, dostlar, Etsy Azərbaycanda dəstəklənmir. Buna görə Türkiyə bağlantısı eləməliyəm ya da başqa bölgə ya da PayPal-dan istifadə eləməliyəm. Amma bunu hələ tam çözə bilmədiyim üçün bu dəqiqə marketi yarımçıq saxlamışam. Daha doğrusu mağazanı hazırlamışam, amma son hissəsi, onun ödəniş hissəsi yarımçıq qaldı. Bu videonu əslində atmayacaqdım. Amma atmaqda məqsədim oldu ki, bəlkə bunu eləyən Azərbaycanlılar varsa mənə necə daha rahat eləyə bilərəm, bunu göstərə bilərlər. Yorumlarda əgər bunu bilirsinizsə, yazsanız çox sevinərəm. Bilmirsinizsə də mən araşdırıram, çözəcəm və video serisinə davam edəcəm. İzləməyi unutmayın.